Salam, hörmətli tamaşaçım, hər birinizi xoş gördük. Yenə şənbə günü və Həyata Baxış proqramıyla qarşınızdayıq. Bugün vacib problemlərdən, vacib mövzulardan birini müzakirə edəcəyik. Studiyamızın qonaqları ilə birlikdə tibbi sığortadan danışacağıq və təbii ki, sağlamlığımız üçün bizim sağlam nəsildən bəzən söhbət edirik və sağlamlığımızı qorumağımızdan söhbət edirik bəzən proqramlarda, amma bunu necə qorumalıyıq və bu qorunmağa gedən yollar hansılardır və bunlardan da təbii çalışacağıq ki, proqramımız boyunca sizə qısa məlumatlar verək. Çox uzatmadan girişimizi sizə studiyamızın qonaqlarını təqdim etmək istəyirəm. Qulam Rüstəmzadə, təbabət üzrə fəlsəfə doktoru, Vüqar Bayramov, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, Mübariz Əliyev, professor və həkim ekspertimiz. Xoş gəlmişsiniz. Bir nəfər qonağımız da gələcək. Azər Mehdiyev kiçik bir qəza keçirib, keçmiş olsun deyək və proqramımıza başlayaq, onu da gözləyirik. İlk əvvəl bu tibbi sığorta deyəndə təbii ki, insanların müəyyən ağlında və mənim də və digər bizi izləyən tamaşaçıların da ağlında müəyyən bir fikir canlanır. Yəni, biz bilirik ki, tibbi sığorta nədir? Biz gedirik hər hansı bir sığorta şirkətinə, müraciət edirik ki, biz sağlamlığımızı sığortalamaq istəyirik və bunun üçün müəyyən pul ödəyirik il ərzində və hər hansı başımıza bir hadisə gəldiyi zaman biz o klinikalardan ki, hansı ki, sığorta şirkətinin onlarla müqavilələri var, oradan xidmət alırıq. Bu, bizim bildiyimiz sadə məqamdır. Yəni, vətəndaşa baxan tərəfi ilə budur. Bunun dərin qatları və necə olmalıdır, qanunvericilik məsələsi, digər məsələlər təbii ki, peşəkarların işidir. Və son dönəmlərdə müzakirə olunan bir məsələ də var ki, icbari tibbi sığorta. Bu, biraz insanları çaşdıra bilir. Yəni, tibbi sığorta onsuz da var idi və icbari tibbi sığorta olmalıdır. Bu, icbari sözü nəyi dəyişəcək və tibbi sığortada da nə yenilik eləyəcək? Bunlardan da istəyirəm ki, biz danışaq. Amma ən birinci, mən istəyirəm ki, Qulam həkimdən soruşum ki, həkim, ümumiyyətlə, sağlamlığın tərifi nədir və biz sağlamlıq nədir? Onu bilirikmi? Bunu bilək ilk öncə, sonra bu sağlamlığı sığorta eləmək haqqında danışaq. Deməli, Ümum Dünya Səhiyyə Təşkilatının verdiyi tərifə görə sağlamlıq insanda xəstəliklərin və anatomik defektlərin olmaması deyil, bu tam fiziki, ruhi və sosial rifah halıdır. Yəni, buradan belə nəticə çıxır ki, insanın sağlamlığı bu təkcə səhiyyə məfhumu deyil. Bu, həm də sosial bir məfhumdur və digər bir terminoloji məsələyə də aydınlıq gətirmək istəyirəm. Bir-birinə çox bənzəsə də tam fərqli fikirlərdir, tam fərqli məfhumlardır. Bu, tibbi sığorta və sığorta təbabəti. İki fərqli terminə aydınlıq gətirmək istəyirəm. Tibbi sığorta deyərkən biz sırf ekonomik və mali bir məfhum başa düşürük. Yəni, bu demək olar ki, səhiyyəyə aid bir məfhum deyil, bu sırf ekonomik bir məfhumdur. Yəni, hər hansı bir ölkədə tibbi sığortanın həyata keçirilməsi üçün müəyyən bir mənbələrdən ayrılan bir pul vəsaitləri və s. və bunun orqanizasyon tərəfləri. Amma sığorta təbabəti deyərkən isə ola bilsin bunun səhiyyə müəyyən qədər əhəmiyyəti dəxli vardır və əsasən sığortalanmış insanlara verilən tibbi xidmətdən anlaşılır. Mübariz həkim, bu qısaca bir Qulam həkim sağlamlığın tərifini verdi. Fiziki, ruhi və sosial rifah halı. Təbii ki, əgər sağlamlığı belə qiymətləndirəcəksə, o zaman bir çox insanlar tam sağlam olmadığını düşünəcək və ən azından müəyyən suallar ortaya çıxacaq ki, o zaman əgər sağlamlıq bu deməkdirsə, o zaman bunu sığortalamaq çox çətindir, xüsusən də sosial məsələləri. Bu sığorta məsələsi
biz hətta Facebookda bir sorğu keçirdirdik ki, yəni tibbi sığortanız varmı? Böyük əksəriyyətin yoxudur, çox az bir qism var deyə yazıb. Yəni bizdə belə sağlamlığımıza yanaşmağımız biraz fərqlidir. Ən son anda həkimə müraciət edirik hər zaman, xəstəliyin ən yuxarı həddində. Və sığorta məsələsi də əgər bizim üçün vacib olan həkimə tez-tez getmək məsələsi hələ belə səviyyədədirsə, o zaman sığorta məsələsi hansı səviyyədədir? İnsanlar bu sığortanı necə anlayırlar? Yəni əslində bu sığorta nədir və biz niyə sığortaya bu cür barmaq arası, dırnaq arası yanaşırıq? Bilirsiniz, hər hansı bir cəmiyyətdə, hər hansı bir dövlətə sığortaya qiymət vermək üçün birinci növbədə öyrənmək lazımdır ki, bu cəmiyyətdə, bu dövlətdə yaşayan insanlar könüllü gedib özlərini sığortalayırlarmı? Əgər o cəmiyyətdə heç kim gedib könüllü tibbi sığortanı əldə eləmirsə, deməli, sığorta lazımı səviyyəyə gəlib çatmayıb. Yəni, öz inkişafının son zirvəsinə gəlib çatmayıb. Burada hələ problemlər çoxdur. Problemlər olmasaydı, hər bir insan gedib həmən sığorta təşkilatlarında öz sağlamlığını sığortalayardı və sığorta təbabətinin bir üzvü olardı. Yəni, burada Azərbaycanda sığorta işinin təşkilində qüsurlar var. Ona görə də səhiyyə sisteminin sığorta təbabətinə keçməsi problemli olur. Birinci, bu qüsurlar çoxdur. Bu qüsurlar hər bir sahəyə aiddir. İstər sığortaya, istər səhiyyə sisteminin özünə, istər dövlətin buna münasibətinə, istər cəmiyyətin buna hazırlığına, yəni səhiyyə maarifi işinin düzgün təşkil olunmamasından bunlar irəli gəlir. Bizdə bilirsiniz, bəzi şeyləri istəyirlər pafosla qəbul edirlər. Lakin bir şeyi dərk eləmək lazımdır ki, sığorta şirkəti açılır ki, para qazansın. Bu paranı düz yolla qazanmalıdır. Yəni, insanlar həmən təşkilatlar sığortalanmalıdır və təbii ki, orada onlar müəyyən qədər pul vəsaiti qoyurlar və bu qoyduqları pul vəsaitinin müqabilində sağlamlığını qorumalıdırlar. Yəni, sığortalanan şəxs də öz maddi tərəfini fikirləşməlidir. Burada olan problemləri, yəni o kəsri mənə elə gəlir ki, müəyyən hissəsini dövlət ödəməlidir. Həkim, bu sığortanın bu dərinliklərinə getmədən əvvəl bizim qonağımız gəldi, Azər müəllim gəldi. Mən xahiş edirəm, Azər müəllim, gəlin, əyləşin. Bu arada həm də sizə keçmiş olsun. Buyurun, gəlin. Canlı efirə gecikəndə belə olacaq, heç nə olmaz. Azər müəllim bizim gözlədiyimiz ekspert idi və iki həkimlərimiz buradadır və tamaşaçıların nəzərinə çatdırım ki, indi soruşa bilərsiniz ki, bizdən niyə bu proqramda Səhiyyə Nazirliyindən bir nümayəndə yoxdur? Biz çox çalışdıq, bütün instansiyalara müraciət elədik ki, Səhiyyə Nazirliyindən burada bir nümayəndə iştirak eləsin. Amma bizə cavab verdilər ki, bu məsələ, məhz Səhiyyə Nazirliyindən cavab verdilər ki, bizlik deyil. Bizlik deyilsə, o zaman biz də nə deyə bilərik, məcburi üzərlərinə öhdəlik qoya bilmərik. Amma mən bildiyim qədərilə və hər kəsin bildiyi qədərilə, əgər tibbi sığortadan söhbət gedirsə, tərəf kimi Səhiyyə Nazirliyi, dövlət klinikaları burada tərəfdirlər. Birbaşa bəlkə maliyyə tərəfindən, müəyyən məqamlarda bəlkə də birbaşa cavabdeh olmaya bilərlər, amma tibbi xidmət baxımından, səhiyyə siyasəti baxımından Səhiyyə Nazirliyinin burada düşünürəm ki, yeri var idi və olmalı idi. Amma yoxdursa da biz çalışacağıq proqramımızı maksimum ədalətli şəkildə davam edək. Azər müəllim, siz də mi elə düşünürsünüz ki, burada Səhiyyə Nazirliyinin heç bir əslində rolu olmamalıdır? Bunun Səhiyyə Nazirliyinin heç bir aidiyyəti yoxdur. Əvvəla ləngidiyimə görə üzr hesab edin. Heç vaxt demək olmaz ki, bu məsələ Səhiyyə Nazirliyinin heç bir rolu yoxdur. Söhbət səhiyyə siyasətindən gedir. Yəni, tibbi sığortanın təşkili, xüsusilə icbari tibbi sığortanın təşkili səhiyyə siyasətinin tərkib hissəsidir. Ölkənin bugünkü və gələcək səhiyyəsinin necə olması məsələsi, bu siyasətin necə həyata keçirilməsi məsələsidir və burada birbaşa Səhiyyə Nazirliyinin iştirakı və rolu var. Dövlət başçısı tərəfindən 2008-ci ilin yanvarında xüsusi sənədcəm imzalandı. Azərbaycanda tibbi sığortaya keçid və səhiyyədə maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsinə bağlı.
Həmin orada da bir mənalı olaraq Səhiyyə Nazirliyinin rolu və funksiyaları bu məsələdə göstərilib. Ondan keçəndən sonra 2008-ci ilin avqustunda Nazirlər Kabinetinin xüsusi bir qərarı oldu, yenə həmin mövzuda. Və burada 2008-2012-ci illər ərzində səhiyyə sistemində maliyyələşdirmənin təkmilləşdirilməsi üçün, o cümlədən tibbi sığortanın təşkili üçün zəruri olan tədbirlər öz əksini tapmışdı. Orada da konkret olaraq müxtəlif qurumlar arasında, o cümlədən hər bir bənd üzrə Səhiyyə Nazirliyinin üzərinə düşən səlahiyyətlər var ki, onlar nəyi yerinə yetirməlidirlər. Və nəhayət tibbi sığorta, bayaqlar dediyimiz səhiyyə siyasətinin tərkib elementi olmaqla, orada çox mühüm elementlər yalnız burada maliyyələşmə məsələsi deyil, həm də ən vacib, belə deyək ki, yəni dövlət hesabına ödənilən tibbi xidmətlər dəstinin müəyyən edilməsidir. Yəni minimum hansı ki, buna dövlət zəmanət verir, o sığortalanır, icbari tibbi sığorta ilə. Həmin o zəmanət paketinin müəyyən olunması baxımından. İkincisi, tibbi klinik protokollar deyirlər. Hansı ki, bunların əsasında müalicələr aparılır, bunların hazırlanmasıdır. Səhiyyə müəssisələri tərəfindən bu prosesin həyata keçirilməsinə nəzarət edilməsidir. Yəni, bütün bunlar bilavasitə Səhiyyə Nazirliyinin işidir. Mənə elə gəlir ki, kifayət qədər Azər müəllim açıqladı Səhiyyə Nazirliyinin rolunu. Vüqar müəllim, razısınız Azər müəllimdən? Təbii ki, razıyam. Amma eyni zamanda nəzərə almaq lazımdır ki, qanunvericilik baxımından Səhiyyə Nazirliyi icbari tibbi sığortanın tətbiqinə məsul deyil. Çünki nəzərə almaq lazımdır ki, Nazirlər Kabinetinin yanında icbari tibbi sığorta üzrə xüsusi agentlik yaradılır və eyni zamanda o baxımdan təbii ki, əvvəlsən uzun müddət müzakirə olundu ki, həmin agentliyi harada yaradırsın, Səhiyyə Nazirliyində və ya hansı digər dövlət qurumunda və sonradan nəzərə alındı ki, Nazirlər Kabineti icbari tibbi sığortanın tətbiqinə məsul olan qurum olacaq. O baxımdan qanunvericilik baxımından Səhiyyə Nazirliyi icbari tibbi sığortanın tətbiqinə məsul deyil. Amma təbii ki, nəzərə alsaq ki, söhbət tibbi sığortanın tətbiqindən gedir və icbari tibbi sığorta məhz səhiyyə sektorunda tətbiq ediləcək bir sığorta növünün nəzərdə tutulur. Eyni zamanda bu səhiyyə sektorunda aparılan bir islahatdır. Çünki səhiyyə sektorunun maliyyələşdirmə mənbəsi kimi icbari tibbi sığortanın tətbiqi də əsas maliyyə mənbələrindən biri kimi götürülür və bir mənalı şəkildə icbari tibbi sığorta iqtisadi bir funksiyaya malik olsa da belə, bu səhiyyə sektorunda aparılan islahatların bir elementidir. Yəni, bir qanunvericilik aspektindən Səhiyyə Nazirliyi məsuliyyət daşımır, məsul deyil. Amma nəzərə alsaq ki, icbari tibbi sığorta səhiyyə islahatlarının bir elementidir. Təbii ki, o baxımdan Səhiyyə Nazirliyi... Yəni, burada iştirak eləyə bilərdilər ən azından. Təbii ki, iştirak eləsə daha yaxşı olardı. Bir kəlmə əlavə onu qeyd eləmək istəyirəm ki, bu ictimai sığortada və yaxud başqa digər sığorta təşkilatlarında işin düzgün təşkil olunması və yaxud istənilən səviyyədə olmamasında Səhiyyə Nazirliyinin günahı yoxdur. Yəni, bu insanlar... Yox, biz günahlandırmırıq. Yox, bir dəqiqə mən bir kəlməni demək istəyirəm ki, yəni, xəstə olan insanlar istər özəl sektorda, istər hökumət sektorunda da müalicə olunurlar. Söhbət ondan gedir ki, bunların müalicə olunanda bunların maddi məsrəflərini kim ödəyəcək söhbəti gedir. Və bu mexanizmləri Səhiyyə Nazirliyi işləyib hazırlamır. Bunu Nazirlər Kabineti işləyiblər. Yəni, Səhiyyə Nazirliyinin əgər burada nümayəndəsinin iştirak eləməsi onu göstərir ki, yəni, bu söz deyilib, əmr verib, mexanizm işləyib, hazırlanmayıb və bu mexanizmi işləyən, hazırlayan təşkilat Səhiyyə Nazirliyi deyil. Yəni, bugün ictimai sığortaya səhiyyənin bugünkü durumu hazırdır. Yəni, Azərbaycanda həqiqi mənada yüksək səviyyəli bir klinikalar hazırdır. Sadəcə bu mexanizmi işləyən, bu siyasəti həyata keçirdən Nazirlər Kabinetinin mexanizmi işləməyib. Yəni, biz gəlib Səhiyyə Nazirliyinə gəlib çatmamışıq hələ. Mübariz həkim, bəs təklifləri verən, hazırlayan? Düzdür, burada Səhiyyə Nazirliyinin nümayəndəsinin iştirakı daha yaxşı oldu. O nümayəndənin əvəzinə sözləri mən deyirəm. Amma bu tərəf kimi olmalı idi. Yəni, mübahisədən, diskusiyadan qaçmaq olmaz. Bunu da mən sizlə razıyam. Amma bizim danışığımızdan elə çıxmasın ki, ictimai sığortanın təşkilində elə Səhiyyə Nazirliyi günahkardır. Sual elə qoyuldu ki, iştirak edə bilərdim. Yəni, bu Nazirlər Kabineti bu mexanizmi, əmrlər var, bu mexanizmi lazımı səviyyədə və vaxtında işləyib hazırlaya bilmir. Çevik mexanizm yoxdur. Gəlin bu məsələni uzatmayaq. Biz təbii ki, mübahisə üçün bura yığılmamışıq və biz sadəcə ortada bir mövzu var, bir məsələ var, tamaşaçıları maraqlandıran tərəfdən yanaşacağıq, onları məlumatlandıracağıq. Nədir bu icbari sığorta, bundan danışacağıq və olsa nə qazanacağıq, bu vaxta qədər olmayıb, nə itirmişik, bunlardan danışacağıq və istəyirəm birbaşa artıq keçək biz müzakirəyə. Bu icbari tibbi sığorta, könüllü tibbi sığorta var idi və indi də var. İcbari tibbi sığortanın
könüllü tibbi sığortadan fərqi nədir? Və bir də ikinci bir sualım, bunu tək-tək verməyəcəm, hər kəs artıq müzakirəyə qoşula bilər. Biz deyirik, bizim səhiyyəmiz pulsuzdur, düzdür. Əgər səhiyyəmiz pulsuzdursa, o zaman bu icbari tibbi sığorta bizim nəyimizə lazımdır? Yəni, bu lazım deyil deyə sual vermirəm. Sadəcə bilək, öyrənək deyə sual verirəm. Buyurun, başlayaq Qulam həkim sizdən. Bəli, yəni bu gün tibbi xidmətlər bazarında, belə deyək, fərq nədən ibarətdir? Hər hansı bir insan, tutaq ki, bir supermarketə hər hansı bir əşya almağa giribsə, bu zaman özü seçim eləyir, özü hər hansı bir predmeti bəyənir və o predmetin bəyənilməsində müəyyən sahə mənada ekspertdir, bilir onun yaxşısı necə olur, pisi necə olur və bunu alır. Amma tibbi xidməti seçərkən çox balaca bir fərq var. Bu zaman tibbi xidməti verən müəssisə özü müəyyənləşdirir ki, bu insana nə lazımdır. Yəni, fərq buradadır, balaca bir fərq var və sonra həmən xidməti təmin eləyir. Bu baxımdan o xidmət üçün müraciət edən adam bir qədər digər bir əmtəni alarkən olan etdiyi ekspert rəyi onun o qədər statusu olmur. Yəni ki, xəstəxana buna deyir ki, bəli, sizdə bu filan xəstəlikdir və sizə filan müalicə lazımdır. Söhbət onun doğru və səhv olmasından getmir. Bu baxımdan həmən insanın konkret olaraq arxasında onun hüquqlarını müdafiə eləyən daha bir hüquqi şəxsin olması bu zaman bu insanlara daha doğru tibbi xidmət verilməsi ehtimalını artırır. Faktiki olaraq geniş mənada götürsək, ümumiyyətlə sığortanın fəlsəfəsi ondan ibarətdir ki, bu işə nəzarətin desentralizasiyası. Yəni, çoxlu sığorta kampaniyaları və şirkətləri və bunların da hər birinin tutaq ki, 50 min, 100 min, 10 min deməli, sığortalısı və onlar da onların hüquqlarını müdafiə edirlər daha professional şəkildə. Əlbəttə ki, bu desentralizasiya zamanı ola bilsin ki, müəyyən keyfiyyət dəyişiklikləri baş versin və sonda hal-hazırda bütün dünyada sığorta təbabətinin geniş yayılmasının əsas səbəbi budur. İndi digər bir məsələyə də istəyirəm bir öz fikrimi bildirəm. Bu günləri biz icbari sığortaya hazırıqmı? Hakim, ona gəlməmişdən əvvəl siz tez-tez sığorta təbabəti deyirsiniz. Tibbi sığorta və sığorta təbabəti, yəni bu insanların ağlı qarışa bilər, fikirləri qarışa bilər. Yəni, nə əlaqəsi var bunların bir-birinə? Yəni, tibbi sığorta... Tibbi sığorta deyəndə biz, yəni, bunun könüllü olsun və yaxud icbari olsun, sırf ekonomik bir məfhumdur. Yəni ki, əgər icbari sığortadan söhbət gedirsə və yaxud da iştirakçılar söylədi ki, bu, hətta yəni, Səhiyyə Nazirliyinin yəni, səlahiyyətləri çərçivəsində deyil, Nazirlər Kabineti səlahiyyəti çərçivəsində. Bu da onu göstərir ki, bu daha az səhiyyə problemidir. Digər tərəfdən, əgər belə bir qərar verilərsə, bunun qarşılanması artıq sığorta təbabəti faktoru burada artıq rol oynaya bilər. Sığorta təbabəti dedikdə, bəli... Nələr daxildir onun içinə? Sığorta təbabətinin xüsusiyyəti nədən ibarətdir? Misal olaraq deyim, yəni daha aydın olsun. Tutaq ki, hər hansı bir xəstə müraciət edib, həkim burada bir seçim eləyir. Deyir, bilirsiniz, bax, belə bir çox yeni bir müalicə metodu var. Gəlin bunu tətbiq eləyək. Mən jurnaldan yeni bunu oxumuşam. Yəqin ki, çox effektiv və hüququ var və bunu tətbiq eləyir. Amma sığorta təbabətində onun belə bir hüququ yoxdur. Çünki bu zaman göstərilən tibbi xidmətlər ciddi bir şəkildə protokollaşır. Yəni, var olan beynəlxalq protokollar çərçivəsində bu göstərilən tibbi xidmət ciddi bir şəkildə məhdudlaşır. Əgər həkim, hər hansı bir müəssisə bu protokollardan kənara çıxmış olursa, artıq sabah deməli, bu gördüyü əməyə görə sığorta şirkətindən pul alma problemi yarana bilər. Yəni, məsuliyyəti artırır və həkimin, xəstəxananın üzərinə yükü və diqqəti artırır. Həkim, gəlin belə eləyək. Siz bu sığortaya nə qədər hazırıq o suala cavab verməmişdən əvvəl digər ekspertlərimizin fikrini alaq ki, bu icbari tibbi sığorta bizə nə qazandıracaq, bu vaxta qədər yox idi, biz nə itirdik, amma olsa biz nə qazanacaq. Mübariz həkim, sizin fikirlərinizi eşitmək istəyərdik. Buyurun. Qulam mənim doğrudan da ümumi aspektdə bunun əsas o problemlərini düzgün qeyd elədi.
Bir məsələni qeyd eləmək istəyirəm. Siz bir gözəl bir söz dediniz, deyir, əgər səhiyyə pulsuzsa, sığorta nə lazım? Bilirsiniz, bizdə özəl xəstəxana və dövlət xəstəxanaları qurumu haqqında ümumiyyətlə fikir düzgün deyil. Bütün dünyada özəl xəstəxana da var, hökumət xəstəxanası da var. Amerikada hökumət xəstəxanası yoxdur. Hamısı özəldir. Bizdə nədənsə rəqabət var özəl və dövlət arasında. O məsələ. Amerikada bütün xəstəxanalar özəldir. 99%. Bəzi psixonevroloji dispanseri ola bilər hökumət mənada olsun. Sadəcə insanlar ki, orada müalicə alır, onun pulunu ya sığorta ödəyir, ya dövlət. Hansı yollarlansa. Yəni insanlar əllərini ciblərinə atmırlar. Xeyr. Bax, bizdə də Azərbaycanda iki sektor var, Avropadakı kimi. Özəl sektor var, hökumət sektoru var. Bütün dünyada yaxşı profesional həkimlər özəl sektorda işləməyə üstünlük verirlər. Türkiyədə də, Almaniyada da, Fransada da özəl sektora işləməyə üstünlük verirlər. Bütün dünyada özəl xəstəxanaların müalicəsinin keyfiyyəti yüksək olur. İndi mən fikir verirəm, bir indi Səhiyyə Nazirliyinin tərəfindən çıxırdı, bir balaca da onun mənfi tərəfini. Balansı qorumaq istəyirsiniz. Bizim bəzi məmurlara deyəndə ki, özəl xəstəxanalar, hökumət xəstəxanasının üstündə elə bilirlər ki, bunları təhqir edir. Elə deyil axı. Bilirsiniz, ikili standartlarına yanaşmaq lazım. Özəl sektorda səhiyyənindir. Bu gün bizim Azərbaycanda özəl sektor çox yaxşı inkişaf edibsə, bu Səhiyyə Nazirliyinin müsbət işidir. Bu onun xidmətidir. Biz onun üstünə bir müsbət bir işarə qoymalıyıq. Və hökumət xəstəxanasında tibbin keyfiyyətinin özəl xəstəxanada olan tibbin keyfiyyətindən nisbətən aşağı olması bu da təbiidir. Yəni, belə də olmalıydı. İndi bu sığorta nəyi aradan götürür? Bu zəhmətkeş insan ki, neft sektorunda, qeyri-neft sektorunda işləyir. Bu istəyir özəl sektorda müalicə olunsun və daha keyfiyyətli müalicə alsın və daha profesional cərrahlar və həkimlər tərəfindən müayinə olunsun və belə halda bax, o sığorta təbabəti onun karına gəlir. O pulu o ödəyir. Bax, söhbət buna da sığorta özəl sektorun inkişafına kömək eləyir. Özəl sektorda sığortaya kömək və buradan zəhmətkeş olur, fəhlə odur, kəndili odur. O pulu olan adam onsuz da gedib pulunu verib o bahalı klinikada müalicə olacaq. Bu sığortanın, bax, bizim bugün prezidentimizin siyasəti də odadır ki, bu imkanlı xəstəxanada, profesionalların işlədiyi xəstəxanada fəhlələr, kəndlilər, imkansız adamlar istər özlərinin maaşına görə sığorta olunur, istər dövlət tərəfindən sığorta olunaraq daha profesional səviyyədə tibbi xidmət alsınlar. Söhbət bundan gedir. Yəni, bunun mexanizmin bu cür qoyuluşu özəl sektoru daha da artıracaq, daha da inkişaf elətdirəcək. Təkcə özəl sektoru yox, həm də tibbi xidmətlərin səviyyəsini artıracaq. Bəli, və burada o dövlət xəstəxanaları öz əhəmiyyətini get-gedə itirəcək. Və son məqam, məqsəd nədir? Siz bir yaxşı söz dediniz. Zəhmətkeş əlini cibinə atmasın. Və bizim məqsədimiz və bizim prezidentin də və hökumətin də verdiyi siyasət odur ki, zəhmətkeş əlini cibinə atmadan profesional tibbi xidmət alsın. Onun üçün maraqlı deyil, onun pulun kim verəcək. Sığorta verəcək, dövlət verəcək, xeyriyyə təşkilatı verəcək. Dərinə gedəndə bu hamısı fəhlənin puludur. Dövlət pulu hardan alıb, sığorta pulu hardan alıb, Səhiyyə Nazirliyi pulu hardan alıb. Hamısı fəhlədən, kəndədən gəlibdir. Yəni, bugün gəlir birdən sığortadan olan adam gəlir, mənə deyir ki, ay professor, mən sığortayam, belə mən pul vermirəm, sən mənə belə o pul verib əməliyyat olunanlar kimi bax, deyirəm, sən səhv edirsən. Bax, sənin danışığının özü səhvdir. Sən bala, bura pul verib gəlmirsən. Sən pul verib gəlmirsən. O sığorta təşkilatının ödədiyi pul, onun pulu deyil, o sənin pulundur. Yəni, mən bugün cərrah olduğum kimi, özəl xəstəxanada işləyən bir insan kimi, mənim üçün bu dəqiqə fərqi yoxdur. Bu sığortadır, ya sığorta deyil. Mən hər ikisini eyni müalicə edirəm və inandırım sizi ki, hər ikisi mənim maaşımı eyni ödəyir. Yəni, bu yaxşıdır, bu müsbətdir. Yəni, yox, sığortadır, mən buna biraz başqa cürə baxım, bu sığorta deyil, mən buna biraz üstün baxım,
Bu məsələ yoxdur. Bunu demək lazımdır. Aydındır. Azər müəllim və Vüqar müəllim, bu sığorta bizə nə qazandıracaq və biz necə, yəni bizim insanlarımız nə itirib bu vaxta qədər? Əvvəla onu başlayım ki, sığorta tip ümumiyyətlə səhiyyə pulsuz deyil. Bunu bir dəfəlik bilmək lazımdır. Səhiyyədə xidmət göstərilir və istənilən xidmət kimi buna haqqı ödəməlidir. Söhbət hər zaman gedir ki, bu haqq necə ödənilir, haradan ödənilir? Yəni tibbi sığorta məsələsi qoyulanda da həmin o vəsaitin maliyyənin necə formalaşması və necə hərəkəti başa düşülür. Təbii ki, bizdə pulsuz xidmət hansı mənada işlənilir? Həmin vəsait xidmətin haqqı dövlət tərəfindən ödənilir. Yəni vətəndaş onu pulsuz görür. Halbuki vətəndaş dövlət büdcəsinə vergi ödəyir. Dövlət büdcəsinə vəsait ayrılır və həmin vəsait hesabına bu xidmətlər ödənilir. İndiki halda icbari sığorta üçün hər hansı bir məbləğ ödəməyəcək mi vətəndaş? Qulaq as, mən nə deyirəm? Bu saat bizdə sistem, yəni hələ ki müəyyən mənada Sovetdən qalma sistemdir. Dövlət büdcəsinə vəsait ayrılır xəstəxanaların saxlanılmasına və xəstəxanalar üçün də müəyyən olunub ki, hansı xidmətlər pulsuz ödənilməlidir. Yəni bu gün məsələn belə deyək ki, hardasa 2000-ci illərlə müqayisədə 2002-ci ildə Azərbaycanda səhiyyə cəmi 55 milyon manat pul ayrılırdı. İndi o vaxtki vəsaitlə. Ötən ilin sonuna kimi Azərbaycanda 495 milyon manat vəsait xərclənib səhiyyə, dövlət büdcəsində ancaq səhiyyə xidmətlər göstərilməsinə, mən tikintiyə demirəm. Yəni biz görürük ki, ciddi bir artım var. Eyni zamanda bu ilin büdcəsindən pulsuz dərman təminatına 120 milyon manat pul ayrılıb. Bunun 20 milyonu xəstəxanalara, 1-2 milyon poliklinikalara alınır. Qalan vəsait gedir, xüsusi proqramlar var, xüsusi növ xəstəliklər üzrə həmin vəsait. Yəni bütün bu vəsait dövlət büdcəsi vəsaiti hesabına alınır və bunlar cəmiyyətə yayılır. Yəni bu xidmətlərin haqqı ödənilir. Sadəcə olaraq vəsaitin necə formalı, necə ödənilməsi məsələsi çox önəmlidir. Tibbi sığorta nə verir? Səhiyyə çox bahalı xidmətlərdir. Bunu hamımız bilirik. Yəni biz reallıqda da görürük, hər zaman da bu bundan ibarət. Və insanların heç də hər kəsin bu vəsaiti lazım olan məqamda əldə etməsi mümkün deyil. İnsanlar bir çoxu məhz ona görə gec xidmətə müraciət edirlər həkimlərə ki, onun həmin anda vəsait ödəmə imkanı yoxdur. Sığorta sistemi ondan yaranıb ki, bu bir həmrəylik sistemidir. Bu gün xəstə olmayanlar da davamlı olaraq pul ödəyirlər. Xəstə olanlar da pul ödəyirlər və bu gün kimin ehtiyacı var ondan xidmət alır. Və bunda iki sistemin nə üçün tətbiq olunur? Həm icbari tibbi sığorta, həm könüllü tibbi sığorta. Kimin maliyyə imkanı var, özünə əlavə tibbi xidmətlərə könüllü sığortalayır. Kimin imkanı yoxdur, onların lazım olanda zəruri xidmətlər alması üçün həmrəylik sistemi tətbiq olunur. Yəni vətəndaşlar aldıqları əmək haqqı və yaxud müəyyən gəlirlərdən icbari müəyyən olmuş normallarda vəsait ödəyir. İşə götürənlər öz işçilərini sığortalayır, pul ödəyir və bunun hesabına pul fondları formalaşır. İnsanın ehtiyacı olan kimi o gedib müraciət edir həkimə və o xidməti alır. Və burada da çox düzgün qeyd olundu ki, bu zaman həkimlə pasiyent arasında xidmətin haqqının ödənməsi söhbəti getmir. Çünki sığorta təşkilatda, bütün xidmətlər sığorta təşkilatına gedir. Sığorta təşkilatı yoxlayır. Bayaqlar burada həkim dedi, tibbi protokollar əsasında düzgün müayinə olunub, düzgün müalicə olunub, onun pulunu ödəyir. Əgər kənarlaşma varsa, düzgün müayinə aparılmayıbsa, düzgün xidmət göstərilməyibsə, sığorta təşkilatının ondan imtina etmək haqqı var. Və bu halda artıq biz bir yeni nəzarət qurumu, belə deyək də, keyfiyyətə nəzarət qurumu yaratdıq. Vətəndaşın hüququnu müdafiə edən ki, həkimə nəzarət olunsun. Və sistem bunun üstündə qurulur və bundan da hər zaman insanlar qazanırlar. Xüsusilə az gəlirli təbəqə istənilən özünü belə deyək ki, müalicə problemi yaranan kimi gedib həkimə müraciət edirlər. Təbii ki, bunun biz hər zaman müsbət tərəflərini deyirik. Bunun bir sıra mənfi cəhətləri də var. Yəni insanlar yerli-yersiz müraciət elədiyi hallarda olur. Bu da praktikada yoxlamadan çıxır. Yəni o baxımdan biz ümumiyyətlə bunu aradan qaldırmaq lazım ki, səhiyyə pulsuzdur. Söhbət bunun hardan öyrənməsindən gedir. İndi mən siz bayaq dediniz ki, əslində heç pulsuz deyə bir söhbət yoxdur. Bəs o zaman Vüqar müəllim, mən sizdən soruşum, hansı mənada bəs pulsuzdur? Yəni əgər Azər müəllim izah elədi onun pullu sübut elədi ki, o pulludur. Bəs bizdə də deyirik ki, səhiyyə pulsuzdur. Hansı mənada pulsuzdur? Əvvəla icbari tibbi sığorta, adi tibbi sığortanın fərqi ondan ibarətdir ki, icbari tibbi sığorta tətbiq edilən zaman bütün vətəndaşlar məcbur olaraq tibbi sığorta alırlar və bu təbii ki, bunun tətbiq olunmamasının səbəbləri də müxtəlifdir. Bu yalnız ona bağlı deyil ki, Nazirlər Kabineti və ya Nazirlər Kabinetinin yanındakı agentlik icbari tibbi sığortanın tətbiqi ilə bağlı fəaliyyət həyata keçirmir. Həm də onunla bağlıdır ki, icbari tibbi sığortanın tətbiqi üçün bütövlükdə cəmiyyətin ona hazır olması vacibdir. Hətta yəni səbirlənin ki, Barack Obamanın dövründə Amerikada tibbi sığortanın anası tətbiq olunduğu ölkələrdən biridir. Amerika əhalisinin cəmi 40% sığortadan istifadə edir və Obama Amerika Birləşmiş Ştatları icbari tibbi sığorta haqqında xüsusi bir paket prezident seçkilərindən sonra təqdim etdi. Hələlik hətta son 4 ildə baxmayaraq ki, Amerika Birləşmiş Ştatlarının rəhbərliyi həmin paketin
tətbiqi istiqamətində çox müxtəlif fəaliyyətlər həyata keçirdi. Hələ də həmin paketin tətbiqi mümkün olmayıb. Yəni icbari tibbi sığortanın tətbiqi sadə bir şey deyil. Cəmiyyətin və elə səhiyyə sisteminin, insanların, sığorta şirkətlərinin ona hazır olmasına ehtiyac var. Yəni səbəb ki, bugün sığorta xidmətlərinin içərisində tibbi sığorta və ya həyat sığortasının payı cəmi 4%-dir və 96% digər xidmətlər qeyri-həyat sığortası xidmətlərdir və bu onunla bağlı ki, əvvəla vətəndaşlar həyat sığortasından istifadə etmirlər. Bunun müxtəlif səbəbləri var. Sığorta sisteminə inam aşağıdır. Vətəndaşlar üçün icbari tibbi sığortanın bütövlükdə əhəmiyyətini müəyyənləşdirmək. Bəzi hallarda vətəndaşlar, yəni bütövlükdə bu həm də insan psixologiyasını irəli gəlir ki, insanlar adətən gözlənilməz xərclər üçün indidən ödəniş etmək istəmirlər. Amma eyni zamanda ona bağlıdır ki, sığorta şirkətləri həyat sığortasını işləməkdə maraqlı deyirlər. Çünki həyat sığortası sığorta şirkətləri üçün rentabelli bir sahə, fəaliyyət deyil və burada da Azər müəllim qeyd etdi ki, bəzi halda insanlar lazım olmadıqda belə sığortası var deyə hospitallara və ya xəstəxanalara müraciət edir. Bu da normaldır. Müəyyən müddətdən sonra artıq insanlar təbii ki, bunu etməyəcək. Düşünəcəklər ki, bu artıq zamandır. Bu həm də yəni səhiyyə sisteminin inam artdıqca da bu problem aradan çıxacaq. Konkret olaraq sizin sualınızla bağlı hansı xidmətlər pulsuzdur? Əvvəla pulsuz o anlaşa gəlir ki, vətəndaş pul ödəmir. Təbii ki, xidmət pulsuzsa, bu demək ki, vətəndaş pul ödəmir. Və vətəndaş üçün həmin xidmətin haqqının və ya xərcinin kimin tərəfindən və hansı qurum tərəfindən ödənilməsi heç bir əhəmiyyəti yoxdur. Vətəndaş pul ödəmir. Və tamamilə doğru qeyd edir. 2008-ci ilin fevralın 1-də Azərbaycanda əsas səhiyyə xidmətləri pulsuzdur. Və təbii ki, o zaman tamamilə normal və əhəmiyyətli sual ortaya qoyursa. Əgər səhiyyə xidmətində əsas xidmətlər pulsuzsa, nə üçün vətəndaş tibbi sığorta almalıdır? Və təbii ki, bu tibbi sığortanın əhəmiyyətini azaldır və bugün dövlət xəstəxanalarına gedən zaman müraciət etsək, orada siyahı var. Hansı xidmətlər pulsuzdur, hansı dərmanlar pulsuz təqdim olunur və s. Amma təbii ki, reallıqda onlar pulsuz əksər hallarda təqdim olunur və Dünya Bankının da araşdırmalarına görə bugün səhiyyə sektorunda bütövlükdə xərclərin 70%-i qeyri-legal formada yaranan xərclərdir. Cəmi 30% dövlət büdcəsi və sığorta hesabına formalaşan xərclərdir. O baxımdan əslində səhiyyə sisteminin pulsuz olması həm qeyri-legal ödənişlər üçün müəyyən imkanlar açır. Eyni zamanda təbii ki, tibbi sığortanın əhəmiyyətini azaldır və insanlar bütün hallarda düşünür ki, tibbi sığorta pulsuzsa və səhiyyə xidməti pulsuzsa nə üçün tibbi sığorta alsın. Amma digər psixoloji məqam ondan ibarətdir ki, bugün bizim apardığımız sorğular da göstərir ki, vətəndaşlarda belə bir narazıçılıq var ki, əgər o səhiyyə obyektinə tibbi sığorta ilə müraciət eləsə, ona keyfiyyətli sığorta xidməti ödənilməyəcək. Və düşünürük ki, yəni sığorta sisteminə yenə inamsızlıqdan sığorta sisteminə, əslində bu səhiyyə sisteminə inamsızlıqdan irəli gəlir ki, vətəndaş düşünür ki, o həkimə və ya bütövlükdə səhiyyə müəssisəsinə birbaşa nağd şəkildə pul verəndə həkim və ya səhiyyə müəssisəsi daha məsuliyyətli olur. Nəinki sığorta şirkəti öz hesabından pulu xəstəxananın hesabına köçürəndir. Bu da təbii ki, yanlış bir şeydir. Yəni bunun aradan qaldırılmasına da ehtiyac var. Mən hər birinizdən xahiş edirəm ki, yəni bu söhbətə dialoq şəklində qoşula bilərik. Yəni mən heç kimə məhdudiyyət qoymuram. Təbii lazım olanda müdaxilə eləyin, amma söz kəsməmək şərtindən. Buyurun Azər müəllim. Bir əlavəm olacaq sadəcə. Burada Vüqar müəllim çox düz qeyd elədi ki, indiki halda bir çox halda insanlar üçün əgər deyilirsə bu xidmət pulsuzdur, o pulun necə ödənilməsinin fərqi yoxdur. Əslində qalsa bax, bu özü elə bir tərəfdən bizim tibbi sığortaya hazır olmadığımızı göstərir. Əksinə, insanlar çox dəqiq bilməlidirlər ki, aldığı xidmətin haqqı hardan ödənilir. Bunu bilməyəndən sonra nə baş verir? Həqiqətən də bu gün əgər səhiyyədə, xüsusilə dövlət müəssisələrində qeyri-rəsmi ödənişlər varsa, elə bunun bir səbəbi də ondan ibarət biz bu pulun ödənilməməsi haqqında xəbər bilmirik. İnsanlar Bəli, yəni biz tədricən o mədəniyyətə gəlməliyik ki, insanlar bilməlidirlər ki, əvvəla bu gün dövlət bayaqlar dediyim kimi 500 milyon manat büdcədən pul ayırırsa, bu rəsmi icbari tibbi sığorta olmasa da dövlət tərəfindən sığorta bu həmin səhiyyə xərclərinin qarşılanması demək. Və bu vəsait hara getdiyini biz bilməliyik. Əvvəla Səhiyyə Nazirliyinin əmrləri ilə pulsuz verilməli olan dərman preparatlarının və tibbi ləvazimatların siyasi təsdiq olunur. Bütün xəstəxanalarda o asılır. İnsanlar ona maraqlanmalıdır, bunlar nələr daxildir. İkincisi, stasionarlarda xidmət üçün tibbi dərmanların siyasi təsdiq olunub. Həmin əmrdə Səhiyyə Nazirliyinin saytında var, dərmanların siyasi də var. Üçüncüsü, bayaq dediyim kimi, xüsusi proqramlar üzrə, məsələn, diabetdir, onkoloji xəstələrdir, talasemiyalı xəstələrdir, digər 7-8 proqram üzrə
bütün xəstələrə verilməli olan dərmanların, onlara göstərilməli olan müayinələrin, göstərilən xidmətlərin Nazirlər Kabineti qərarı ilə təsdiq olunur. Hansı müddətdə hansı dərmanlar almalıdır və bütün bunların xərci dövlət tərəfindən ödənilir. Bu əslinə qalsa, bayaqları bizim dediyimiz tibbi sığortanın bir elementidir. İcbari tibbi sığorta deyil bu. Onun bir elementidir. Nədir? Burada bazı xidmətlər paketi müəyyən olur. İnsanlar pulsuz almalı olduqları xidmətlərin paketini bilməlidirlər. Biz bunu bilmirik deyənə görə gedib vaxtında xidmət ala bilir. Aydın vətəndaş onu pulsuz ala bilirmi? Yəni pulsuz xidmət ala bilirmi? Yəni pulsuz xidmət ala bilmədiyi üçün təbii ki, vətəndaş üçün onun pulsuz yazılmasının da əhəmiyyəti. Mən burada sorğunu nəzərdə çatdırmaq istəyirəm. Soruşmuşduq ki, tibbi sığortanız varmı? 11 nəfər bəli deyib, 49 nəfər xeyr deyib və pulsuz tibbi xidmətdən razısınızmı deyə ikinci bir sorğumuz da var. 1 nəfər bəli yazıb, 14 nəfər xeyr yazıb, 13 nəfər belə bir xidmət görməmişəm yazıb. Deməli, söhbətlərimizdən Qulam həkim, belə hiss duyuram ki, bayaq siz dediniz ki, biz tibbi, yəni icbari tibbi sığortaya hazırıq sualı ortaya çıxır. Yəni bu mərhələdə hələ ki belə düşünürəm ki, qonaqların danışmalarından deyəsən hazır deyilik. Bəlkə də mən səhv başa düşmüşəm. Siz necə düşünürsünüz? Hazırıq mı yoxsa necə? Bizim bu gün, yəni icbari tibbi sığortaya hazır olmamağımız bir obyektiv faktordur. Çünki Azərbaycan Respublikası ta bu yaxın zamanlara dək Sovet təbabəti çərçivəsində, yəni səhiyyəsini qurub və sığorta anlayışı Azərbaycana ilk öncə bu böyük neft layihələrinin imzalanması ilə daxil oldu. Çünki daha gələn xarici kompaniyalar bir tələb olaraq işçilərin tibbi sığortalanması tələbini qarşıya qoydu və bununla əlaqədar sığorta kampaniyaları yarandı. Var olan hal-hazır ki, sığorta kampaniyaları uzağı 10 min, 20 min və s. yəni bu civarda sığortalısı var. Və bu sayın artdığı, kəskin şəkildə artdığı zaman yeni keyfiyyət ortalığa qoymaq ehtiyacı yaranacaq ki, mənə elə gəlir ki, bu gün hal-hazırda hətta dövlət böyük bir məbləğ pul ayırıb. Bəli, biz agentliyə bu pulu ayırdıq. Artıq siz də sığorta kampaniyalarını dəvət eləyin və icbari sığortaya başlayın demiş olsa, nə hadisə baş verəcək? Yəni, belə biraz, necə deyərlər, təsəvvür yaransın deyə biz sığorta kampaniyalarını stol üstü tenisdən böyük tenis kortuna dəvət eləməli olacaq ki, yəni bu zaman onların bu işdə səbatsızlığı meydana çıxacaq. Və bunu da dövlət gözəl bilir. Elə bilməyin ki, yəni biz burada danışırıq, ola bilsin, ağıllı fikirlər söyləyirik. Digərləri bu məqamları, bu problemləri bilmir. Bu problemləri bilən, düşünən insanlar var. Və hal-hazırda sığorta istiqamətində atılan addımlar mənə elə gəlir ki, çox ağıllıdır. Bildiyiniz kimi, yaxın zamanlarda neft şirkəti öz işçilərini sığortaladı. Bəli, eşitdik, mediadan da eşitdik bunu. Bəli, bu bəlkə də gələcəkdə, bir neçə il bundan sonra olacaq icbari sığortaya doğru atılan bəlkə də bir addımdır. Və bu işin üzərindən müəyyən sığorta kampaniyaları müəyyən təcrübə qazanmağa başlayıblar. Digər bir məqama da öz fikrimi bildirmək istəyirəm. Biz burada tez-tez Amerikanın adını çəkik. Amerika əvvəla iqtisadi baxımdan qat-qat çox inkişaf eləmiş bir ölkədir və onların əlbəttə sığorta təcrübəsi, ümumiyyətlə səhiyyə sisteminin qurulması təcrübəsi bizimlə müqayisə oluna bilməz. Buna baxmayaraq, bu gün belə Amerikanın özündə həm tibbi sığorta, həm sığorta təbabəti yeri gələndə ciddi problemlər yaşayır. Və Amerikanın özündə də bu gün səhiyyə problemləri az deyil. Az deyil. Ona baxmış, hal-hazırda... Amma Amerikanın əhalisi ilə, onun ərazisi ilə müqayisədə, yəni müqayisə elədiyimiz zaman bu ciddi problemlər təbii deyilmi? Yəni təbii gözə məncə təbii gələr. Valla indi Amerikanın səhiyyəyə ayırdığı büdcə ölkələrin büdcəsindən bəlkə 10-100 dəfələrlə çoxdur. Yəni bunu da nəzərə almaq lazımdır. Yəni onun ekonomik gücünü də nəzərə almaq lazımdır. Və bizim hal-hazırda səhiyyə sistemimizin, yəni keçək artıq sığorta təbabətinə bu istiqamətdə atdığı addımlar nə yerdədir? Mən qeyd eləmək istəyirəm ki, yaxın bir neçə illər ərzində
həddən artıq çox səhiyyə müəssisələri, çox müasir avadanlıqlarla təchiz olunmuş, tikilmiş və istifadəyə verilmişdir. Hal-hazırda gələcəkdə sığortanın nəzarət olunsun, sığorta tədarükünü nəzarət edə biləcək bir informasiya sisteminin, hansı ki, bu gün eyni zamanda bütün Avropa ölkələrində və Amerikanın özündə həyata keçirilən elektronik health sistemlərinin bu gün bizim Azərbaycanda, yəni ölkəmizdə Səhiyyə Nazirliyi tərəfindən çox müvəffəqiyyətlə həyata keçirilir. Bu çox innovativ bir addımlardır. Bildiyiniz gibi Səhiyyə Nazirliyinin hal-hazırda Səhiyyənin informasiyalaşdırılması mərkəzi, əgər səhv eləmirəmsə, adı belədir, fəaliyyət göstərir və artıq yeni doğulmuş uşaqlara elektronik sağlamlıq pasportu deyilən bir deməli sənəd təqdim olunur ki, bu çox innovativ bir addımdır. Həkim, onlar təbii o islahatlar olunmalıdır və peşəkar olaraq bu ilə peşəkarlar məşğul olmalıdır, amma vətəndaş, məsələn, siz dediniz ki, yeni mərkəzlər tikilib, bunlar. Onların bəs burada xidməti nə ola bilər və bu icbari tibbi sığorta üçün bir baza ola bilərmi? Yəni, tikilib rayonlarda, hər bölgədə böyük-böyük diaqnostika mərkəzləri, xəstəxanalar. Yəni, məsələ burasındadır ki, əgər sığortanın, yəni tibbi sığortanın genişlənəcəyi bir təqdirdə ilk rast gələcəyi problem ola bilsin ki, bölgələrdə olsun. Çünki Bakı şəhərinə müqayisədə bölgələrdə tibbin inkişafı bir qədər fərqlidir. Əlbəttə, bölgələrdə olan tibb mərkəzlərinin, müasir müalicə diaqnostika mərkəzlərinin bu işdə müəyyən bir rolları ola bilər. Ola bilər, çünki bu mərkəzlər müasirdir, müasir avadanlıqlarla təchiz olunub və bu işdə əlbəttə ki, bir rolu ola bilər. Bir telefon xəttində bizim tamaşaçımız var. Mən istəyərdim ki, tamaşaçımızı eşidək. Alo, eşidirik sizi. Alo, salam əleykum. Əleykümə salam, buyurun. Hər vaxtınız xeyir. Sizin də, buyurun. Bir sual vermək istəyirdim sığorta ilə əlaqədardır. Deməli, mənim yoldaşım 16 il, 17 il işçi olub. Adını çəkmirəm, yox. Harada işləyib? Harada? İşləyib də hökumət, dövlət müəssisəsində. Niyə adını çəkmirsiniz? Yox, nəysə, hə, yox. Sonra xəstələndim, ürək çatışmamazlığından. Həmin sığorta ilə xəstəxanaya apardıq. Onun da adını çəkməyəcəm, çox xahiş edirəm. Nəysə, bu həkimlər baxdı, dedi ki, sığortalıdır. Bəs bilmirik hələ, görək bunu əməliyyat aparacaq ya yox. Hələ qaldırırıq, anjiyo zad elədilər, nəysə baxdılar, dedi əməliyyatdır. Dedilər, mən özümə dedilər ki, yoldaşım idi. Dedi, pulunuz var, mən də hər halda dedim ki, var. Axı, bu sığortalıdır. Dedi, bilmirik, görək sığorta icazə verəcək ya yox. Elə yoldaşım, deməli, 2 gün reanimasiyada qaldı. 2 gündə reanimasiyada da vəfat elədi. İndi mən, məsəl üçün, mən ona görə şübhə məndə yaranıb ki, bəlkə ola bilər bu həkimlər biraz əyəcanlı. Sığortaya görə onu nəysə gecikdiriblər. Bir dəqiqə, siz fikirləşirsiniz ki, bəlkə nağd pulu ödəmədiyimiz üçün xəstəmizə yaxşı baxmayıblar, kifayət qədər ona xidmətlər göstərməyiblər və bu həyat yoldaşınızın ölümünü haradasa şübhələnirsiniz ki, bu tibbi sığorta ilə bağlayırsınız. Düzdür? Çox sağ. Onu, bir də bilmək istəyirdim ki, o sığorta öz, məsəl üçün, övladlarına o puldan istifadə eləyə bilərmi? Yəni, o həyat yoldaşınız vəfat etdi və onun sığortası və ya onun ala biləcəyi maddi ziyan və ziyan o maddi olaraq qarşılanacaqmı? Sığortadan mən danışıram, ancaq sığortadan. Ancaq sığortadan. Çünki heç bir istifadə etməmişdir. Aydındır. Kim cavab vermək istəyir? Mən bir-iki kəlmə tibbi aspektini deyim, sonra iqtisadçılarımız onun ekonomik aspektindən danışarlar. Bilirsiniz, bu xəstə yəqin ki, özəl xəstəxanada yatıb və... Xanım xəttədir. Xəttədirsə dövlət xəstəxanasına, dövlət xəstəxanasına. Bilirsiniz, bax, bizim sığortanın elə mənfi cəhəti odur ki, çevik işləmə mexanizmi yoxdur. İkinci, burada bu ikinci bir məsələ, bu sığorta axı olunanda bu sığorta paketi var. Mən nəyi ödəyəcəm? Bunlar kontrakt bağlayırlar. Ola bilər ki, bu bahalı bir əməliyyat bu sığorta paketinə daxil olmasın. Burada nə səhiyyə müəssisəsinin günahı var, nə sığortanın. Sığorta paketi yoxdur. Mən sığorta ilə bilavasitə işləyən adamam. Mənim xəstələrim gəlir. Mən onları göndərirəm ki, bax, bu diaqnozum budur. Sənə filan əməliyyat olunmalıdır.
Bizdə sığorta ilə məşğul olan təşkilat onun ekonomik tərəfini işləyib hazırlayırlar. Sonra bu verilir sığorta təşkilatına. Sığorta təşkilatı baxır ki, bu hansı kontraktla bu sığortalıdır, sığorta paketinə daxil olur, olmur və ondan sonra onun pulunu ödəyirlər. Bu nə qədər çevik işləsə, bu həm düzü, həm xəstənin xeyrinədir, həm həkimin xeyrinədir. Bax, bizim bugünkü sığortanın mənfi cəhəti bu oldu ki, bax, görürsə, bir insan ölümü getdi. 3 gün qaldı orada və 10 insan. Amma bu mexanizm çevik işləsəydi, onda o ölməyə də bilərdi. O adam yaşaya da bilərdi. Yəni, deyir, mənim uşaqlarıma aidliyi var, yenə də sığorta paketinin asılıdır. Yəni, orada belə bir punkt varmı ki, onun ailə üzvlərinə neçə faiz var elə sığorta təşkilatları ki, məsələn, deyir ki, həyat yoldaşı əməliyyat olunarsa 50%-in sığorta ödəyir. Uşaqlara əməliyyat olunarsa 25%-in sığorta ödəyir. Bu da asılıdır sığorta paketindən asılıdır. Yəni, belə şeylər deyiləndə insanlarda belə bir assosiasiya, yəni hamı deyir elə həkim günahkardır, tibb müəssisəsi günahkar. Xeyr. Günahkar bu mexanizmi, yəni bu həkim olmayan insanların işləyib hazırladığı mexanizmin çevik olmamasından irəli gəlib. Bu halda mən... Adicə bir misal çəkmək istəyirəm. Baxın, normalda biz maşınımızı sığorta elətdirəndə, hər hansı bir qəza baş verdiyi zaman o sığorta şirkətindən çox çətinliklə pul ala bilirik. Və ya o çox uzun çəkir, prosedur çox uzundur. Yəni, bu icbari tibbi sığortada da mı bu prosedurlar, bu getgəllər, bu uzunçuluq, yəni bunlar baş verəcəkmi? Yoxsa bu həkimin dediyi kimi sürətli artıq bundan sonra olacaq? Ramal müəllim, görünür bayaq o suallardan biri ki, biz tibbi sığortaya nə qədər hazırıq, elə bir aspekt də bundan ibarətdir. Ancaq biz sığortadan danışanda ümumiyyətlə bir şey diqqətdə saxlamaq lazımdır. Bu bir müqavilədir, xidmət müqaviləsi. Bunu hər zaman diqqətdə saxlamaq lazımdır. Sığorta olmaq o demək deyil ki, sən bütün növ xəstəliklərdən sığortalanmışsan. Bayaqlar biz dəfələrlə dedik ki, həkim də burada dedi, mən də dedim, bazı xidmətlər paketi, paket var orada xidmətlər. Yəni, icbari tibbi sığorta zamanı çox dəqiq müəyyən olunur ki, hansı səhiyyə xidmətləri pulsuz göstəriləcək. Yalnız orada adı göstərilənlər o xidmətə düşür. Hətta könüllü tibbi sığorta zamanında bu belədir. Orada da çox dəqiq göstərilir ki, hansı səhiyyə xidmətlər üzrə sən sığortalanırsan. Əgər sığortan varsa da və o paketdə o yoxdursa, sabahlar digər xəstəlik növü heç kəs müalicə eləməyəcək. O sənin öz ixtiyarında qalacaq. Yəni, bu icbari tibbi sığortada, könüllü tibbi sığortada çox mühüm məsələdir. İkinci bir məsələ ki, bu sığortadan övladlar istifadə edə bilərmi? Bu artıq sırf qanunvericilik və müqavilə məsələsidir. Əvvəla, ayrı-ayrı şirkətlər, mən dövlət şirkətlərini bilmirəm, ancaq ayrı-ayrı şirkətlər işçi ilə yanaşı bəzən ailəsini də sığortalayırlar. Bu xarici də gəlmiş təcrübədir. Bu, bəli, müqavilədən asılıdır. İkincisi, Azərbaycan qanunvericiliyində nəinki tibbi sığortada, heç pensiya sığortasında da hələ ki, əgər valideyn rəhmətə gedərsə, onun sığorta haqlarının övladlara keçməsi maddəsi yoxdur. Bu, nə tibbi sığortada yoxdur, nə pensiya sığortasında yoxdur. Yəni, bu məsələ, bu müqavilə ilə həll olunmalı məsələ. Aydındır, mən bizə gələn mesajları oxumaq istəyirəm. Sizləri salamlayıram. Deməli, Nurəddin Abdullayev yazıb. Mən hemofiliya xəstəsiyəm. Sağ olsun, dövlət dərmanlarımızı təmənnasız verir. Ancaq müalicə və tibb avadanlıqları yaxşı deyil. Bəs hematologiya nə vaxt inkişaf eləyəcək? Sonra Nərmin Muradlı adında bir xanım bizə yazıb ki, mən sığortada işləyirəm, amma insanların sığortaya inamı çox azdır. Demək olar ki, yoxdur. İcbari sığorta qüvvəyə minsə, əgər insanların buna inanması üçün gərək heç olmasa sığortası olmayana cərimə tətbiq oluna, bir-iki nəfərə belə müalicə tətbiq olunsa, bəlkə insanların inamı yaranar. Bu barədə biraz danışmağınızı istəyirəm. Danışacağıq təbii ki. Və Almaniyadan bir nəfər bizə yazıb ki, mənim Almaniyada müalicə olunmuşam, əməliyyat olunmuşam, çox yüksək səviyyədə sığorta kartı ilə və buna görə də inanaraq, sığorta inandığını deyib, amma təbii ki, Azərbaycanda yaşamır, Almaniyada yaşayır. Bu inam məsələsinə gələk, amma rejissorumuz bizə deyir ki, reklamlara ayrılaq, sonradan bu sığortaya inam, tibb sisteminə inam və bundan danışacağıq. Bunlar niyə görə inamsızlıq yaranıb və harada inanmağa başlayacağıq artıq və nə zamandan sonra? Reklamlardan sonra davam edəcəyik.